Mən Əli Hüseynov Azəri vasitəsilə Qazi Universiteti Tibb Fakültəsindən Türkiyə burslarından qəbul oldum. Uşaqlığımdan bəri tibb təhsili almaq istəyirdim. Mənim üçün ən ideal variantın Türkiyədə təhsil almağın olduğunu qərarlaşdırdım. YÖS-ə hazırlaşmağa qərar verəndən sonra hazırlaşa biləcəyim bir kurs axtarırdım və qardaşımın da Azəri vasitəsilə hazırlaşmış olduğu və burada gördüyü xidmətdən razı olmağı məni Azəri ilə hazırlaşmağa cəlb elədi. Azərdə xüsusilə müəllimlərin tələbələrlə səmimi söhbətləri, onlara dərsdən kənar vaxtlarda da sualların həllərində kömək etməsi, tələbələrin öz arasında da səmimi söhbətin, münasibətin olması həqiqətən də burada isti bir ailə ortamının qurulmasına səbəb olur və həqiqətən də Azəri ilə hazırlaşmaq insanı həm təhsil, həm də xarakter baxımından inkişaf elətdirən bir kurs. Bir çox uşağın yaxşı nəticələri olmasına baxmayaraq, onların yaxşı yönləndirilməsi də ən az o nəticələr qədər önəmlidir. Bunun üçün də Azəridə həqiqətən də çox peşəkar bir kadra sahibdir. Azəri ilə hazırlaşmaq vasitəsilə mən həqiqətən də nəticələrimin çox yaxşı şəkildə istifadə edildiyini şahid oldum. Azəri ilə hazırlaşaraq siz əlinizdə olan nəticələrin ən ideal universitetlərə qəbul ola bilərsiniz və ən ideal fakültələrdə təhsil ala bilərsiniz. Məsələn, bir şagirdin bir çox olimpiyadadan medal ola bilər və ya TRS nəticəsi yüksək ola bilər. Əgər bu peşəkar bir kadr tərəfindən idarə edilmirsə, onun nəticəsi ondan daha aşağı bir nəticə göstərən uşaqla müqayisədə daha da aşağı ola bilər. Bunun üçün də peşəkar kadrların fəaliyyəti də ən az uşağın nəticəsi qədər önəmlidir. Göstərdiyi bütün dəstəklər üçün Azəri ailəsinə təşəkkür edirəm.